Akşamınız hayır olsun benim güzel destekçilerim. Sizi Astara bulvarından salamlayıram. Necəsiz? Gözəlliyə bax. Allah gözəlliyi heç yerdə olmaz. Bu Lem kafedir. Kameranı belə fırladıram. Karşı terasda. İrandan çıxan maşınlarda bütün maşınlar buradan gəldi gelir. Biraz soyuqdur. Amma əziyyət çəkməyə də xahiş edirəm. Əziyyətimi yerdə qoymayın da bəyənin. Bu ağırdığı videolar gəlsin də. Hani gəldik hara cənnət verən yerə. Gör nə gözəl yerdir. Belə gözəl yer yoxdur da yəni. Masaların duruşu süper. Bir sözlə Astara süper yerdir. Lem kafe. Kafenin adı Lem kafedir. Belə bir ailəli kafedir. Gəlib istirahət eləmək süperdir yəni. Yəni belə qəşəng bir yerdir. Eğer gəlib çəkməyə şey yerdir. Həqiqətən çox gözəl yerdir Astara. Fəxr edirəm ki talışam. Fəxr edirəm ki Astaralıyam. Belə gözəl yerlər var. Bankın bir gözəlliyinə var. Həqiqətən talışam. Qabağa gedib çəkməyinə çəkərdim. Prosto qabaq şeydir də səyahət bölgəsi olduğuna görə çəkilməyəcək yoxdur. Bir dəfə çəkiliş elədim orada. Anlaşılmazlıq oldu. Burada kafelerdə aşağıda oturursunuz, çay, kofe. Burada da binalar var satışda. Öyle nömrədə əlaqə nömrə qoyublar. Alırsan, buransan düz parka gəlir. Düz. Bu da yaylıqdır. Yaydan da açıq olur bura. Hələ də ki bir şey qalmır. Martdır. Martdır yüzdə var. Haradasa 2 normalde 2-3 ay ya 3 ay bura canlanar. İnşallah 3 aydan sonra buradan sizə gözəl videolar çəkib təqdim edəcəm.